Növbəti il Azərbaycanda ayı 95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Daxili bazarda istehlak ayı 92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır. Növbəti il Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında Azərbaycanda 1067,54 min ton ayı 92 markalı avtomobil benzini istehsal olunub. Bu da illik müqayisədə 2,1% artım deməkdir. Hesabat dövründə ölkədə 13,8 min ton ayı 95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,2% azdır. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1081,3 min ton avtomobil benzini istehsal olunub. Bu da illik müqayisədə 1% çoxdur.